Salam, dəyərli izləyicilər, dəyərli müəllimlər. Bildiyiniz kimi təhsil verənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədi ilə Təhsil İnstitutu tərəfindən keçirilən növbəti webinarımızdır. Hər birinizi xoş gördük. Webinarımız informatika fənni üzrədir və bugünkü mövzumuz yenidən Python proqramlaşdırma dili haqqındadır. Və bugün biz Python proqramlaşdırma dilində funksiyalar mövzusuna baxacağıq. Deməli, funksiyalar dediyimiz kimi Python proqramlaşdırma dilində artıq bu bizim növbəti üçüncü mövzumuzdur və ümumiyyətlə bugün danışacağıq funksiyalar haqqında və bəzi yenə də təməl anlayışları xatırlayacağıq. Ondan sonra isə proqram kodu nümunələrini nəzərdən keçirəcəyik. Yəni bildiyimiz kimi ümumiyyətlə Python proqramlaşdırma dili məzmun sahələrinə görə formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma məzmun sahəsinə aiddir və bu məzmun sahəsindən 25 sualın verilməsi nəzərdə tutulur. Funksiya özü 9-cu sinifə əhatə eləsə də, amma ümumiyyətlə Python proqramlaşdırma dili bizdə 2 sinifi, 8-ci, 9-cu sinifləri əhatə eləyir. Öncə gəlin baxaq funksiya nədir? Yəni funksiya haqqında bəzi anlayışlarımızı biz xatırlayaq, yada salaq. Yəni, biz funksiya deyəndə nə nəzərdə tutulur proqramda? Funksiya deyəndə öz adı ilə təyin olunmuş müəyyən bir məsələni həll edən alqoritm və yaxud bir kod hissəsi və yaxud proqram hissəsi nəzərdə tutulur. Funksiyanın əsas özəlliyi onun proqramın müxtəlif yerlərindən adı ilə dəfələrlə çağırıla bilməsidir. Baxın, funksiya müstəqil olaraq proqram icra olunanda, yəni yerinə yetirilmir. Yalnız o proqram daxilindən, yəni əsas proqramdan və yaxud ilkin olaraq əsas proqramdan çağırılmış başqa bir funksiya daxilindən çağırıldığı zaman funksiya yerinə yetirilir, icra olunur. Biz qarşımızdakı slaydda funksiyanın Python dilində təyin olunmasının 4 standart modifikasiyasını, yəni növünü görürük. Əslində, ümumi prinsip olaraq daha ən universal variant birinci variantdır. Yəni, burada biz funksiyanı təyin etmək üçün def açar sözündən istifadə edirik. Ondan sonra funksiyanın adı gəlir və bundan sonra biz mötərizə daxilində funksiyanın qəbul elədiyi formal parametrləri göstəririk. Yəni, bizdə funksiyanın adı bu ad və AB isə bizdə formal parametrləri ifadə edir. Sonra, təbii ki, bütün Python'ın sintaksinə uyğun olaraq sağa sürüşmüş formada funksiyanın gövdəsi ifadə olunur. Buradakı komandaların sayına təbii ki, məhdudiyyət yoxdur. Ümumən baxanda nəzəri cəhətdən və yekunda funksiya gördüyü işin nəticəsi olaraq hər hansı bir qiymət alarsa, həmən qiyməti biz geriyə proqrama çağırıldığı yerə qaytarırıq bu üsulla. Yəni, return komandasının köməyindən biz qiymət dəyərini geriyə proqrama qaytarırıq. Bu, birinci ən tam variantıdır funksiyanın təyinatının. Funksiyanın adı ilə bağlı bir məsələni qeyd edək ki, burada funksiyanın adının təyin olunması, dəyişən adların təyin olunması ilə eyni qaydaları özündə saxlayır. Yəni, əlifba simvollar olmalı, böyük kiçik hərflər, rəqəmlər, bir də alt çizgidən istifadə edə bilərik. İlk olaraq rəqəm olmaz. Qalan simvollardan sayında və ardıcıllığında heç bir məhdudiyyət yox. İkinci bizim təyin elədiyimiz üsul, burada isə gördüyünüz kimi funksiya formal parametr alır, qiymət alır, lakin funksiyanın gövdəsi icra olunduqdan sonra geriyə heç bir qiymət qaytarmır. Üçüncü variantda funksiya qiymət almır, formal parametr olaraq heç bir qiymət almır, lakin funksiyanın icrası nəticəsində hər hansı bir dəyər və yaxud məzmun meydana gələ bilər və həmin məzmunu dəyəri geriyə proqramın özünə qaytarır, yəni çağırılan yerə qaytarır. Və sonuncu bizdə dördüncü təyinat üsuluna görə funksiya nə heç bir parametr almır, nə də geriyə heç bir qiymət qaytarmır. Adətən bu tip funksiyalardan standart bir proseduru icra eləmək üçün istifadə olunur. Bir məsələyə də diqqət edək ki, əgər hətta funksiya heç bir parametr almırsa, yəni
formal parametr qəbul eləmirsə, o zaman yenə də biz funksiyanı təyin edəndə mütləq mötərizələri göstərməliyik. Və təbii ki, funksiyanın başlanğıcı, yəni gövdə hissəsinin sanki bir başlanğıcı kimi 2 nöqtə simvolundan da istifadə eləməliyik. Növbəti parametrlərlə bağlı bir məqama diqqət çəkmək istərdim. Funksiya daxilində biz təyin elədiyimiz bütün dəyişənlər formal, daha doğrusu funksiyanın adında, yəni qiymət qəbul elədiyi hissədə olan bu dəyişənlərə biz deyəcəyik formal parametrlər. Ümumiyyətlə isə həm bu dəyişənlər, həm də funksiyanın daxilində, yəni gövdəsində hər hansı bir digər dəyişənlər təyin olunubsa, bütün bu dəyişənlərin hamısına isə biz deyəcəyik lokal dəyişənlər. Proqramın özündə istifadə olunan bütün dəyişənlər, o cümlədən funksiyanı çağırmaq üçün istifadə edədiyimiz faktik parametrlər isə bildiyimiz kimi qlobal dəyişənlərdir. Ümumi olaraq belə bir məsələyə diqqətə çatdırmaq istəyərdim ki, lokal dəyişənlər yalnız funksiya yaradılan zaman təyin olunur interpretator tərəfindən və yalnız funksiya işlədiyi müddətdə onlara yaddaşda yeri ayrılır xüsusi bir oblastda. Və funksiya işini bitirdikdən sonra, ya returnlə geri qiymət qaytarandan sonra və yaxud heç returnlə geri qiymət qaytarmasa belə funksiya gövdəsi işini bitirdikdən sonra avtomatik olaraq heç bir qeyd şərtsiz bütün lokal dəyişənlər silinir. Yəni artıq onlar əlçatan deyil. Və yaxud ümumiyyətlə təbii ki, funksiya işini bitirəndən sonra onsuz da funksiya işlədiyi müddətdə də bu lokal dəyişənlər proqramın özündən əlçatan olmur. Qlobal dəyişənlərə gəlincə, qlobal dəyişənlər proqramın istənilən yerindən, istənilən kod hissəsindən əlçatandır və qlobal dəyişənlərdən istər funksiya daxilində, istərsə proqramın öz daxilində təbii ki, istənilən yerdə istifadə etmək olar. Sadəcə burada bir məqamı diqqət etmək lazımdır ki, bizdə funksiya universal bir proqram kodudur. Yəni biz funksiyanı yazmaqda məqsədimiz proqram kodunu qısaltmaq və onun alqoritmini sadələşdirməkdir. Və bu o deməkdir ki, biz funksiyanı proqram daxilində müxtəlif vəziyyətlərdə dəfələrlə çağıracağıq və funksiyaya parametr olaraq göndərdiyimiz qiymətlər həmişə eyni dəyişənə bağlı olmur və buna görə də biz funksiya daxilində hansı qlobal dəyişəndən konkret istifadə eləmək məsləhət görülmür. Yəni bu funksiyanın işini, universallığını lokallaşdırır. Keçirik tapşırıq nümunələrimizə baxırıq. Deməli, ilk olaraq bizə belə bir tapşırıq nümunəsi verilib. Burada gördüyümüz kimi ilk öncə biz göy rənglə olan hissə bizim funksiyamızdır, qara rənglə olan hissə isə əsas proqram kodumuzdur. Bunu rahat anlaşılsın deyə bu formada bu rənglə göstərilib. Əslində rəngin proqram kodunun belə deyək, işinə heç bir təbii ki, təsiri yoxdur. Bu sadəcə müəyyən interpretatorlar, müəyyən proqramlaşdırma müdürləri bunu rəngdən ifadə eləsə də, o sadəcə proqramçının işini asanlaşdırmaq funksiyası daşıyır. Bir məqamı da istəyirəm diqqətə çatdırım ki, funksiyalar təyin olunmamış çağırıla bilməz. Biz funksiyanı təyin edirik bu sətirdən, yəni def işçi sözündən istifadə edirik, sonra funksiyanın adını, sonra isə əgər varsa, deməli, formal parametrləri göstəririk. Və bu sətri interpretator oxuyur proqram icra olunanda, amma onun gövdəsini icra eləmir və əsas proqramı keçid alır. Lakin bunun başlıq hissəsini oxuyanda interpretator artıq T funksiyasından xəbərdardır. Yəni artıq biz proqram daxilindən T funksiyasını rahatlıqla çağıra bilərik. Əgər biz bu def funksiyasını əsas proqramdan sonra yazsaq, interpretator ilk olaraq bu defdən xəbəri olmadan başlayacaq proqramı interpretasiya edib icra eləməyə və birinci, ikinci sətirdə o TA çağırışını görəndə bu T-ni təyin olunmamış bir məzmun kimi qiymətləndirəcək və bizə proqram sintaksis xəta verəcək. Yəni bunu bir məsələ misalında sadəcə bu məsələyə aid bir bu məsələ deyil. Yəni bu ümumiyyətlə bütün funksiyaların yazılışına aid olan bir məqamdır. Ona görə mütləq lazımdır funksiyanı öncə əvvəldə ifadə eləmək, sonra isə artıq biz onu proqramda istifadə edə bilərik. Bizim proqramımız daxil olmuş A sətrini nə zaman ekrana çıxardar? Belə bir sual verilir. Yəni proqramın təyinatını biz təyin edirik. Biz təbii ki, funksiyanın ancaq təyin olduğu hissəni biz
Deməli, təyin olduğu hissəyə diqqət edirik ki, bizdə T funksiyasıdır bu. Və bunu yadımızda saxlayırıq. Lakin proqram funksiyanın gövdəsini hələ biz icra eləmədiyimizə görə baxırıq əsas proqrama. A sətri daxil olunur klaviaturadan. Sətrin yalnız inputla götürülüb heç bir başqa funksiya tətbiq olunmadığına görə A-nın qiyməti sətr tipindən olacaq. Bundan sonra belə bir şərt var proqramımızda. Deyir, əgər TA funksiyasının qaytardığı qiymət, və biz görürük ki, burada funksiyada return var, yəni qiymət geriyə qaytarır. Həmən bu K qiyməti gəlir və bu TA-nın yerində dayanır sanki. Bu əgər bərabərdirsə, həmən A sətrinin uzunluğuna, o zaman A sətrini ekrana çıxar. Yəni biz görürük ki, burada A sətrinin ekrana çıxmağı mənə şərtə bağlıdır. İstənilən halda baş verməyəcək. Hansı şərtə bağlıdır? O şərtə bağlıdır ki, TA funksiyasının qaytardığı qiymətlə, yəni o müsbət tam ədəd olacaq, sətrimizin uzunluğu bir-birinə bərabər olsun. İndi baxaq görək hansı qiyməti qaytarmaq üçün bizim funksiyamız hansı proseduru icra edir, yerinə yetirir. İlk olaraq funksiyada bir K dəyişəni götürülüb, bundan sayğac kimi istifadə olunacaq və sonra biz həmən bu A sətrini funksiyanı çağıranda, həmən bu A sətri gəlib funksiyada X dəyişəninə mənimsədilir. Yəni, sanki A-nın qiyməti artıq X-ə aiddir. Yəni, biz funksiya daxilində X-lə gördüyümüz bütün proseslər, sanki, daha doğrusu prosesləri A dəyişəninin olan məzmunu ilə görəcəyik. Biz öncə dövr qururuq, I dəyişənini həmən bu X sətri üzrə, yəni göndərilmiş A sətrinin məzmunu üzrə bir-bir iterasiya edirik, yəni simvolları bir-bir götürürük oradan, çünki bu sətr tipidir və sonra deyirik, həmən sətr bu ardıcıllıqda mövcuddurmu? Bu in işçi sözü bilirik ki, daxilində mənasında işlənir. Biz bundan dövrlərdə dəyişəni təyin eləmək üçün istifadə edirik. Yəni, for I in X o deməkdir ki, I-ni X-in daxilindən təyin et, yəni X-in daxilindən olan qiymətləri növbə ilə I-yə mənimsət hər iterasiyada, hər dövrün keçidində. If-də isə biz bunu istifadə edəyəndə, bu o deməkdir ki, əgər I bu göstərilən ardıcıllığın daxilində mövcuddursa, yəni daha da açıq şəkildə desək, əgər I hər hansı qiyməti alıbsa, X sətrinin ilk qiymətidir, ilk simvoludur. 1, 3, 5, 7 və yaxud 9-a bərabərdirsə, o zaman K-nın qiymətini bir vahid artır. Gəlin, misal üçün bir istənilən ədəd götürək. Tutaq ki, biz 3, 5 və 7 sətrini daxil eləmişdik və funksiya gəldi, ilk olaraq I 3 qiymətini alacaq. 3 bu ardıcılıqda mövcuddur, K bizdə bir qiymətini alacaq. 5 də bu ardıcılıqda mövcuddur. O deməkdir ki, K artıq bir vahid artıb 2 qiymətini alacaq və 7 də bu ardıcılıqda mövcuddur. Ona görə K 3 qiymətini alacaq və geriyə bu dövr bitəcək. Çünki dövr yalnız 3 simvol üzərində iterasiya edir. Geriyə qaytaracaq 3 qiymətini və biz baxırıq ki, bizdə 3, hansı ki TA-ya qadən qiymət, bərabərdir len A-ya. Yəni, len A-da bizdə 3-dür. Sətrimizin uzunluğu da 3-ə bərabərdir. Şərt ödənir və A sətri ekrana çıxacaq. Biz burada fikir verdik ki, o zaman K-nın qiyməti bütün simvollar üzrə artır ki, o həmən simvollar 1, 3, 5, 7, 9 rəqəmlərindən biri olsun. Yəni, bu o deməkdir ki, tək rəqəmlərdən biri olsun. Və biz bu zaman cavab variantlarına baxsaq, deyir, sətrin uzunluğu yalnız 5-ə bərabər olduqda, biz gördük ki, yox, biz 3 simvolda sətr verəndə, əgər onun rəqəmləri təkdirsə, o zaman proqramımızda şərt ödənir əsas proqramda və A sətri ekrana çıxır. Sətr yalnız 1, 3, 5, 7, 9-a bərabər olduqda, yalnız deyir və biz gördük ki, yalnız 3, 5, 7 olduqda belə bu şərt ödənir. Sətr yalnız bundan fərqli olduqda, xeyr. Elə buna bərabər olduqda da bizim şərtimiz ödənəcək və nəhayət ki, sətr yalnız tək rəqəmdən ibarət olduqda, tək rəqəmlərdən ibarət olduqda. Doğrudan da biz istənilən tək rəqəmlərdən ibarət olan bir sətri bu funksiyaya göndərsək, onun bütün simvollara görə K-nı artıracaq, çünki hamısı bu if şərtini ödəyəcək və bizim K-nın aldığı yekun qiymət sətrin ümumi uzunluğuna bərabər olacaq. Bizim doğru cavabımız D variantı. Növbəti bizim belə bir proqramımız var, proqram kodumuz var.
yenə də gördüyünüz kimi bizim öncə funksiyamız təyin olunub, sonra isə proqramın əsas kod hissəsidir. Və burada biz proqramın icrası zamanı 34 daxil olunarsa nəticəni deyir müəyyən eləyin. Biz baxırıq əsas proqramın hissəsinə, çünki biz daxil etmə prosesi burada baş verir. Həmən o 34 intlə çevrilir tam ədədə. Ondan sonra biz S3-ün bir qiymət təyin edirik, S0 qiymətini bu tam ədəd olaraq. Sonra J dəyişəni üzrə for operatorun köməyi ilə dövr qururuq və dövrün ilkin qiyməti bizdə 10, 7 addımla dəyişəcək n plus 1. N də bizdə 34, yəni 35-ə qədər. Və biz 10 qiymətini 7 addımla 35-ə qədər dəyişəndə görürük ki, bizim ala biləcəyimiz qiymətlər 10, 17, 24 və son olaraq 31 olur. 31-dən sonraki qiymət bizdə 38 olur. Həmin 38 qiyməti 35 aşdığından, hətta 35 olsaydı belə, bu zaman range onsuz da qəbul eləmir, son alınan qiymətin özünü. Və bizdə ala biləcək, yəni dövrdə J-nin ala biləcəyi mümkün qiymətlər, bax bu 10, 17, 24 və 31-dir. Və uyğun olaraq dövr birinci keçidində, yəni ilk iterasiyada deyir S-ə mənimsədir yeni qiymət olaraq. S-in köhnə qiyməti, yəni bizim durumumuzda 0, S-in qiyməti indi 0-dır bizdə, toplansın, Bn funksiyasını çağırarıq, ona J-nin indiki qiymətini ötürür, yəni 10 ötürür. Çünki ilk olaraq biz dedik, J alacaq 10 qiymətini. Baxa görə funksiyamız o 10 qiyməti üzərində hansı əməliyyatı yerinə yetirir. Görürük ki, funksiyada daxilində bir K lokal dəyişəni təyin olunub. Həmən dəyişən sayğac kimi istifadə olunacaq yenə də və biz indi burada deyirik ki, i dəyişəni dövr qururuq funksiyanın daxilində və deyirik ki, i dəyişəni 2-dən qəbul elədiyi A. Bax, A bizdə 10 qiymətini qəbul elədiyi ilk olaraq. Çünki J bizdə 10 idi və B-nin J deyəndə J faktik parametri gəlib F funksiyası, yəni B-nin funksiyasındakı A formal parametrinə mənimsədilir. Yəni A-nın qiyməti 10 olur. 10 tam bölünsün 2, 5 plus 1, yəni 6-ya qədər. Bildiyiniz burada 2-dən 6-ya qədər qiymətlər qaytaracaq range i-yə və i və dövrümüz daxildə A-nın, yəni ona ötürülmüş bu 10-un 2-dən 6-ya qədər, yəni 2, 3, 4 və 5 ədədlərinin həmən ona bölünüb bölünmədiyini yoxlayır. Əslində, burada alqoritmdən artıq aydındır ki, bizim bu funksiyanın məqsədi, xüsusilə bu dövr hissəsinin məqsədi, həmən ədədin bölənlərinin olub-olmamasını təyin eləmək, əgər varsa, neçə ədəd böləninin olmasını təyin eləməkdir. Yəni, əgər həmən ədədə onun yarısına qədər, çünki biz bilirik ki, istənilən bir ədədin tam böləni onun yarısına qədər ola bilər, ondan böyük ola bilməz. Və onun yarısına qədər qurulmuş dövrdən bir-bir qiymətləri, ədədləri yoxlayır. Hansı əgər buna bölünürsə, yəni bölünmədən qalan qalıq sıfıra bərabər olma, onun tam bölünməsi deməli. Bölünürsə, o zaman sayğacı artırır və bu üsulla bölənlərinin sadəcə sayını tapır və geriyə qaytarır həmən sayı. Yəni, bizim əsas proqramımızın for dövrünün birinci iterasiyasında bizə B-nin J-yə qayıdacaq 2. Nəyə görə 2? Çünki onun sadəcə 2 dənə böləni var. Biri 2-dir, biri də 5-dir. 1 bizim bu dövrümüzdə iştirak eləmir bu intervalda. Onun özü də iştirak eləmir, onun yarısına qədərdir. Ona görə 2 dənə cəmi bunun böləni var və S-in qiyməti bizdə toplansın 2 olacaq, cari vəziyyəti 2. Növbəti bizdə 17 qiyməti, yəni iterasiya gedir, J alır 17 qiymətini və yenə də S-in bu 2 qiymətin üzərinə gəlir. Bu dəfə B-in funksiyası 17 qiyməti ilə çağırılır. Həmən funksiya 17 qiymətini A-ya qəbul edir bu dəfə və 17-nin 2-yə tam bölünməsindən 8 plus 1, 9-a qədər iterasiya qurur. Yəni 9-u almayacaq, 8 alacaq son olaraq və ümumiyyətlə biz bilirik ki, 17 özü sadə ədəd olduğundan, onun birdən və özündən başqa heç bir böləni yoxdur. Ona görə də bizə burada qayıtmı və yaxud yox, daha doğrusu ədəd olaraq 0 qayıdacaq. Çünki K-nın qiyməti 0-dır. Dövr daxilində bu şərt, yəni K-nı bir vahid artıra biləcək bu sətir heç vaxt icra olunmayacaq. Çünki dediyimiz bu aralıqda 2-dən 9-a qədər heç bir ədəd, tam ədəd 17-yə bölünmür.
Ona görə K elə 0 olaraq da geriyə qayıdacaq. Yəni 2-nin üzərinə biz 0 əlavə edəcəyik. İkinci iterasiya. Növbəti də 24. 24 yenə də funksiyaya daxil olur və biz baxırıq ki, 24-də artıq bölənlərin sayı çoxdur. 6 dənə bunun böləni var. Yəni yenə dövr qurulacaq 2-dən 13-ə qədər. Yəni baxın, burada 2 bölünür, 3 bölünür, 4, 6 bölünür, 8 bölünür və 12-nin özü bölünür. 6 dənə böləni var və ona görə K bizdə 6 olacaq. Hər dəfə şərt ödəndiyinizdə K artıb 6 olacaq və geriyə qayıdacaq və bu zaman biz bunun üzərində bir də 6 qiymətini gələcək. Sonuncu bizim ədədimiz 31, bu da sadədir, bunun da böləni yoxdur. Ona görə bir də sonuncu 0 gələcək və yekunda bizdə 2 plus 0 plus 6 plus 0 bizdə verəcək 8 qiymətini. Yəni bizim proqramımızın doğru cavabı uyğun olaraq olacaq 8 qiyməti. Növbəti bizim belə bir proqramımız var. Proqramın icrası zamanı 7, boşluq işarəsi 21 daxil olunarsa nəticəni müəyyən edin. Yenə də əsas proqramımıza baxırıq ki, burada belə bir sətirlə biz verilənləri klaviaturadan qəbul edirik. Öncədən bu yazılış haqqında bir xırda açıqlama verim ki, biz normalda split bilirik ki, nə iş görür? Split daxil olunmuş sətri qarşısında arqument olaraq göstərilmiş bu simvola görə, xüsusi halda mötərizə boşdursa, boşluq simvollarına görə həmən bu sətri hissələrə ayırır və hər bir hissəni siyahının bir elementi olmağına yeni siyah yaradır. Bu ümumi halda biz burada bir dəyişən o zaman göstərməliyik, çünki həmən dəyişən o siyahını ifadə edəcək. Amma biz əgər öncədən əmin isə ki, bizə daxil olunan ədədlər boşluqla ayrılanda 2 element alınacaq, o zaman bu cür yazılışla siyahı olmadan birbaşa dəyişənlərə mənimsədə bilərik. Məsələn, bizim halda burada 7 boşluq 21 daxil olunur. Split metodu işləyəndə bu neynəyəcək? Boşluğu aradan götürüb bir 7, bir də 21 bir düzəldir. Belə deyil, alır 2 dənə sətr tipli və sonra bunları mənimsətməlidir normalda. Əgər biz bunun qarşısında, solda, bərabərlikdən, yəni mənimsətmədən solda bir dəyişən ifadə eləsəydik, məsələn, C dəyişəni, o zaman o avtomatik olaraq siyahı düzəldib, dırnaqda 7, vergül, dırnaqda 21 şəklində bizə siyahı verəcəkdir. Amma biz burada ayrılmış elementlərin sayı qədər dəyişən göstərəndə Python avtomatik olaraq hər birini uyğun olaraq birinci dəyişənə, ikincini də ikinci dəyişənə mənimsətməklə biz də alırıq artıq A-da deməli 7 və B-də 21 və təbii ki, bunlar dırnaqdadır sətirdir. Çünki split yalnız sətirlərə tətbiq olunur və aldığı siyahının da elementləri yalnız sətir olur. Sonra biz deyirik, adda bizim proqramımızın son sətri print x mötərizədə A, B, A-nı B-nin artı qiymətlərini biz bilirik. X baxırıq ki, funksiyamızın adıdır və biz A, B faktik parametrlərindən x funksiyasını çağıranda həmən o 7-21 gəlib funksiyada da uyğun yerlərinə mənimsədilir. 7A-ya, 21B-yə. Burada təbii ki, yeni bir sual yaranır ki, bəs belə hallarda necə olur? Biz görürük ki, bizim qlobal dəyişən olaraq ifadə elədiyimiz, təyin elədiyimiz AB-ni biz həm də funksiya daxilində istifadə eləmişik, lokal dəyişən olaraq. Bu zaman bayaq dediyimiz qaydaya gəlir. Yəni, qlobal dəyişənlər burada sanki gözləmə mövqeyində dayanır. Əgər biz onu yenidən lokal olaraq təyin ediriksə və bu zaman müəyyən bir oblastda interpretator funksiya üçün A, B dəyişənlərini yenidən təyin edir və yenidən təyin olunmuş o qiymətlərə mənimsədir. Artıq belə deyək, biz əsl proqramdakı AB ilə əlaqəmiz kəsilir. Çünki artıq AB yenidən təyin olundusa, bizim artıq qlobal AB dəyişənlərinə bizim üçün əl çatan deyil. Yəni, burada heç bir problem olmur. Və siz burada proqram daxilində işlətdiyiniz AB artıq funksiyada təyin elədiyiniz bu yeni AB-dir. Biz baxırıq ki, burada yenə də həmən qaydada biz AB dəyişənlərini, artıq lokal AB dəyişənlərimizi int funksiyasının köməyi ilə, çünki axı bizdə bunlar sətir idi, çeviririk uyğun olaraq ədəd 7 və ədəd 21-ə. Ondan sonra bizdə funksiya daxilində belə bir şərt gəlir. Deyir, əgər A-nın qiyməti, dəyəri B-dən böyükdürsə, nə ki bizdə böyük deyil, çünki biz baxırıq A 7-dir, B 21-dir, deməli birinci hissə ödənmir, heç biz baxmırıq buna.
Əks halda əgər B A-dan böyükdürsə, baxırıq ki, bəli, B A-dan böyükdür. O zaman geriyə qaytar, return, B-dən A-nı çıx. B bizdə 21-dir, A bizdə 7-dir, çıxanda qalır 14, 14. Və bizdə avtomatik olaraq buradan geriyə, yəni bu hissəyə, çağırıldığı hissəyə qayıdır nə? 14. Və həmən 14-ü 2-yə vurularaq bizim yekun cavab 28 qiymətini alırıq. Burada bir məqama da diqqət çəkir müəllimlər. Yəni biz bilirik artıq ki, if, elif, else konstruksiyasında əgər hər hansı bir qol, belə deyək də, bu budaqlanma operatorunun bir qolu icra olunarsa, ondan sonra qalan qollara artıq ümumiyyətlə interpretator baxmır. Orada hətta xəta olsa belə onu interpretasiya eləmir, o xətanı hətta görməyəcək. Bundan başqa, funksiya daxilində bir özəl vəziyyət də var. Yəni, əgər return komandası görülürsə və bu return komandası icra olundusa, ondan sonra yerdə qalan kod hissəsi bu səbəbdən də icra olunmur. Yəni, return funksiyanı bitirən bir həm də komandadır. Yəni, qiymət qaytarmaq belə olmur ki, return qiyməti alsın, gözləsin ki, funksiya tam işini görsün, qutarsın, sonra o qaydanda özü ilə o qiyməti proqrama qaytarsın. Bu belə olmur. Yəni, return yazıldığı, icra olunduğu yerdə artıq funksiyanın işi dayanır və qiyməti geriyə həmən çağırıldığı yerə qaytarır. Və bizim təbii ki, doğru cavabımız 28. Növbəti belə bir proqram kodumuz var və proqram kodunun nəticəsini müəyyən eləməliyik. Yenə də ilk olaraq baxırıq biz əsas proqram hissəmizə və ümumən təyinatlara baxırıq. Ümumiyyətlə, kodu yəni oxumaq üçün həmişə funksiyaların adlarını, çünki biz onları çağıracaq parametr olaraq bilməliyik ki, orada hansı formal parametrə, yəni neçə dənə ən azından parametr lazım olacaq. Və sonra əsas proqram baxırıq. Görə əsas proqramımız bir dövrdən ibarətdir. Dövrdə i alacaq 1-dən 5-ə qədər range funksiyasının köməkliyi ilə, yəni 1, 2, 3 və 4 qiymətlərini alacaq və hər dəfə bu 1, 2, 3, 4 qiymətlərini dövr daxilində görürsə istifadə olunur. Biz baxırıq ki, bizim cəm adında bir funksiyamız var və fərq adında bir funksiyamız var. Cəm adındakı funksiyamız bizim həmən i-nin aldığı cari qiyməti istifadə eləyir və geriyə hər hansı bir qiymət qaytarır. Məsələn, bizim aldığı S1 qiyməti. Sonradan həmən qiymət faktik parametr olaraq istifadə olunur və yenə də cari i ilə birlikdə bu dəfə artıq fərq funksiyası çağırılır. Yəni, belə deyək də, burada proses hiyerarxiya daxildən xaricə doğru gedir. Öncə biz gərək bütün parametrlərin faktikləşdirək ki, fərqi çağırmaq üçün. Bunun üçün də gərək cəm funksiyasının qiymətini biz öyrənək. Onun üçün cəm funksiyası çağırılmalıdır və ona i qiyməti ötürülməlidir. Görək, bu cəm funksiyası ona ötürülən qiymət üzərində hansı əməliyyatı yerinə yetirir. Görürük ki, cəm funksiyası ona ötürülən qiyməti, məsələn, bizim halda 1-i qəbul edir A dəyişənində və sonra onu qüvvətə yüksəldir və üzərinə gəlir, onun bir vahid artıq variantının qüvvətə yüksəldir, yəni ikinci dərəcədən qüvvətə yüksəltmiş nəticəsi ilə. Bizim halda bu olacaq 1 toplansın 2-nin kvadratı, o da bizə verəcək 5. Yəni, bizim proqramımız bura ilk cəm funksiyası icra olunub geriyə qaytardığı qiymət olacaq 5. Artıq buradan da məlumdur ki, artıq biz fərq funksiyasını çağıranda ona faktik parametr olaraq 5 və 1 qiymətini ötürəcəyik. Çünki i hələ cari qiymət 1 olaraq qalır. Biz hələ dövrün ilk addımındayıq, ilk keçidindəyik, daha doğrusu iterasiyasındayıq. Və bu dəfə fərq funksiyasını 5 və 1 qiymətlərindən çağırırıq. Yəni, B olur uyğun olaraq 5, C olur 1. Görək, burada necə olur? 5-dən çıxılır, C-nin 1-dən çıxılmış qiymətinin kvadratı, o da 0-dır. Çünki bizdə C 1-dir, 1-dən 1, 0-ın kvadratı 0 və 5-dən də 0 çıxanda bizdə S 5 qiymətini alır və uyğun olaraq geriyə və bura qaytarır 5 qiymətini və print. Həmən 5 qiymətini ekrana çıxardır bizdə. Növbəti 2 qiymətində nə hadisə baş verir? 2-nin kvadratının üstünə gəlir 3-ün kvadratını və bizdə burada alınır deməli 10 qiyməti. Bəli, 4 toplansın 3-ün kvadratı bizdə deməli 9 eli üzr istəyirəm 13 qiyməti alınır. Burada yəni ikinci keçiddə bizdə 13 qiyməti alınır. Sonra bizdə həmən 13-ü burada baxın
13 artıq burada cəm ikinci iterasiyada 13 qiymətini alır. I də bizdə 2-dir. Ondan sonra fərqi çağırır. Fərq nedir? 13-dən çıxır 1-in kvadratını. Yəni C bizdə 2-dir. O çıxılsın 1 eləyir 1. Onun kvadratı eləyir yenə də 1. B də bizdə 13-dür. 13-dən 1 çıxanda qalır 12. Deməli bizdə ilk olaraq 5. Ondan sonra printin artıq alt sətirdən çap elədiyi olacaq 12. Növbəti dəfə biz 3 qiymətindən çağırırıq. Bu dəfə 3-ün kvadratının üstünə gəlir 4-ün kvadratı. Bu da bizdə verəcək 25 qiymətini. Yəni biz artıq burada cəm funksiyasından gələn 25-lə fərqi çağıracağıq və i olacaq 3. Burada görə 25-dən çıxırıq 2-nin kvadratını. O da 4-dür. 25-dən də 4-ü çıxanda qalacaq bizdə 21. Deməli. Növbəti bizdə sonuncu 4 qiyməti ilə çağırırıq. 4-ün kvadratı 16, onun üzərində gəlib 5-in kvadratı 41 eləyir bizdə. Və biz artıq 41-i faktik parametr olaraq 4 ilə bir yerdə, baxın 41-i və 4-ü göndəririk fərq funksiyasına. Fərq funksiyasında 41-dən çıxırıq, 3-ün kvadratı, yəni 9-u. Bu da eləyir bizdə 32. Və uyğun olaraq bu ardıcıllıqda çap olunarsa bizim doğru cavabımız olur B bəndi. Növbəti proqramın nəticəsini müəyyən eləmək lazımdır. Belə bir proqram kodumuz var. Burada artıq fikir versək biz iki funksiyadan istifadə edirik və iki funksiyadan istifadə etdiyimiz zaman biz funksiyaya müəyyən sonunda əsas proqrama baxsaq, biz əsas proqramımızda cəmi bir komanda var, print komandası və o da yalnız funksiyanı çağırır. İlk öncə B funksiyasını çağırır. Və B funksiyasına deməli 127.836 ədədini ötürür. Deməli bizdə B funksiyasına. B funksiyasında 127.836 qiyməti gəlir Y dəyişəninə və biz başlayırıq bu funksiyamızı icra eləməyə. Və görürük ki, bu zaman biz ZT0 təyin elədik və K-ya mənimsətmək istəyirik. Həmən bu 127.836 qiyməti dəyərini daşıyan Y-i faktik parametr olaraq A funksiyasına ötürmək nəticəsində oradan geri qayıdan qiyməti K-ya mənimsətmək istəyirik. Yəni, qısa variant, sadə dildə desək, biz həmən o Y-in aldığı qiyməti yenidən B funksiyasının daxilindən A funksiyaya ötürürük, A funksiyasına. Yəni, A funksiyasında artıq həmən qiymət gəlir X-a mənimsədilir. Və biz burada S-i boş sətri götürməklə belə bir dövrümüz var A funksiyasında. Dövr nə deyir? Deyir, nə qədər ki X sıfırdan böyüdür, yəni bizim bu ədədimiz sıfırdan nə qədər ki böyüdür. O zaman onun son deməli rəqəmini al. Biz bir istənilən ədədi ona bölüb qalıqlı hissəni götürəndə onun təklik mərtəbəsi, yəni sonuncu rəqəmi verir. Ondan sonra həmən rəqəm əgər 2-yə bölmədən qalan qalıq 0-a bərabərdirsə, yəni cütdürsə, o zaman həmən rəqəmi hansı ki cütdür, sətrə çevir və S sətrində topla onları. Yəni bizim belə forma olaraq bir boş S sətrimiz var. Biz hamısını ona S-də cəmləyəcəyik və S sətrinə ön tərəfdən cəmləyəcəyik. Yəni biz əvvəlcə həmən cüt deməli rəqəmin sətrə çevrilmiş variantını yerləşdirəcəyik konkatenasiyada, yəni toplamada, sonra isə üzərinə S-i gələcək. Yəni bizim halda birinci olacaq 2, çünki 2 cütdür. Daha doğrusu birinci 1-i biz yoxluyuruq. 1 bu şərti ödəməyəcək. Ona görə sadəcə biz X-dən o təkliyi, daha doğrusu 6-nı yoxlayırıq, üzr istəyirəm 6-nı. 6 ödəyir bizdə, çünki sondan başlayır, təklik mərtəbədən sonda 6-dır. 6-nı yoxlayır, 6 ödəyir şərti. Deməli, bizim S sətrimiz cari bu dəqiqə 6-ya bərabərdir. Ondan sonra gəlir 3, 3 ödəmir şərti, ona görə o 3-ü tullayır və qayıdır 8-i götürür növbəti dəfə. 8 də ödəyir. 8-i bu sətr olaraq gəlir 6 sətrin üzərinə. Və növbəti dəfə bizim şərt ödənəcək 2-də. Çünki 7-də də ödəməyəcək 2-də. Və bizdə yekun olaraq olacaq 2 toplansın 8, toplansın 6. Burada gördüyünüz kimi, yəni 2, 8, 6 sətri. Və bu qayıdacaq hara? Bu qayıdacaq K-ya. Çünki biz dedik ki, A funksiyasında bu proses icra olunandan sonra, bu sətri alınandan sonra bu gəlir K dəyişəndən. Sonra biz nə edirik?
Həmən K üzrə, yəni K bizdə nədir? 2, 8, 6. Bir dövr qururuq. I bizdə K-dan qiymətlər alacaq o ardıcıllıqdan, o sətirdən. Yəni I əvvəlcə olacaq 2, sonra 8, sonra 6. Və Z ilə cəmləyirik. Biz həmən o 2, 8 və 6-nın intlə tam ədədə çevrilmiş qiymətlərini, yəni dolayısıyla desək, 2 toplansın 8 toplansın 6, ancaq artıq biz bunları sətir kimi konkatenasiya eləmirik. Çünki intlə ədədə çevirmişik. Biz bunları adi ədəd kimi toplayırıq və bizdə nəticə alınır 16. Doğru cavabımız bizdə olur C bəndi. Növbəti proqram kodumuz var. Proqramın icrası zamanı girişə 256.174 verilərsə, o zaman nəticəni müəyyən eləmək lazımdır. Baxırıq bizim əsas proqram kodu hissəsinə, görürük əsas proqram kodu hissəsində biz həmən o 256.174-ü qəbul eləyən A dəyişəni təyin eləmişik və onu ədəd kimi qəbul eləyəcək. Ondan sonra printdə biz birbaşa onu çapa vermirik A-nı. Ədəd funksiyasını çağırırıq, ona həmən 256.174-ü arqument kimi ötürürük. Və funksiya çağırılan zaman həmən 256.174 gəlir K faktik, üzr istəyirəm, formal parametrinə, yəni K dəyişəninə mənimsədilir. Ondan sonra S sıfıra bərabərdir deyirik. Sonra nə qədər ki K sıfırdan böyüdür, biz S-in üzərinə gəlirik, K-nın, yəni cari bizdə K bu ədəddir, onun sonuncu rəqəmini. Və K-nı bir vahid azaldırıq. Və növbəti keçidə yenə sonuncu rəqəmini yenə və bu üsulla biz görürük ki, bizim proqramımız bu K-ya mənimsədilmiş 256.174-ün bütün rəqəmlərini toplayır. Yəni növbəli toplayır. Və nəticədə də biz bu rəqəmlərin toplanmış variantını, yəni 25-i alırıq. Növbəti belə bir sadə proqramımız var. Proqramın icrası zamanı girişə 3 böyük A hərfi verilərsə, nəticəni müəyyən eləmək lazımdır. Baxırıq bizim proqramımız həmən o 3A-nı qəbul edir B dəyişəninə. Sonra A funksiyasına göndərir həmən o 3A-nı. Sonra bir də A funksiyasına göndərir ikinci dəfə və o A funksiyasından ikinci dəfə alan nəticəni 2-yə vurur həm də. Biz indi burada baxmalıyıq ki, bizim funksiyamız bu verilmiş bu məzmunla, dəyərlə və yaxud qiymətlə hansı prosesi icra edir. Görürük ki, A funksiyamız bir S dəyişəndə qiymət qəbul edir və bu 3A-dır. 3A-nı qəbul eləyəndən sonra görürük ki, həmən return komandasının köməyi ilə biz aralarına ulduz işarəsi yerləşdirməklə həmən sətri yenidən qururuq. Baxın, ola bilər siz üçün burada bir yenilik kimi bu görünsün. Çünki normalda biz bilirik ki, biz hər hansı bir sətir tipində olan, yəni elementləri sətir tipində olan bir siyahını biz vahid bir sətrə çevirmək üçün biz istifadə edirik join-dan. Bu zaman nə edirdik? Bu siyahı elementlərinin arasına hansı simvolu əlavə eləmək istəyirdirsə, həmən simvolu göstərirdik öncə. Əgər heç bir simvolu əlavə eləmək istəmiriksə, belə vahid sətr şəklində sıx formada istəyiriksə, sətrə çevirilsin. O zaman sadəcə dırnaq açıb bağladırdıq. Nöqtə qoyub join funksiyasını yazırıq və mötərizədə siyahının, məsələn, bu əgər K siyahıdırsa, K-nı buraya yazırdıq. Və bu zaman da oradan da, təbii ki, bu nəticə sətrə alındığına görə mütləq bunu hansısa bir dəyişənə mənimsətmək şərtidir. Və yaxud həmən onu nəticəsini haradasa istifadə eləmək lazımdır. Hansısa bir proses daxilində istifadə. Çünki o qiymət qalmayacaq, itir. Və bu zaman biz təbii ki, aydın edir ki, siyahının elementlərini götürür və onlardan sətir yaradır. Bu join funksiyası eyni zamanda sətirlərlə də o qaydada işləyir. Yəni, gəlin buna fərqli formada baxaq. Tutaq ki, bizim dediyimiz kimi A sətrimiz var. 3 simvolda ibarət. Əgər biz buna ulduz, bax bu formada komanda tətbiq ediriksə, o zaman bu A-nı götürür və arasına bir ulduzu əlavə edir, sonra yenidən ikinci sətrin elementini yazır. Yenə bir ulduzu əlavə edir, sonra üçüncü sətrin elementini yazır. Təbii ki, əvvəldə və axırda heç bir işarə əlavə olunmur. Join yalnız elementlərin arasına simvolu əlavə edir. Yəni, bizim funksiyadan qayıdan, bildiyiniz kimi bu A-B-də olan olur. Bax, bu A ulduz A ulduz A. Toplansın.
A ulduz A vur 2 və biz bilirik ki, bir sətri müsbət tam ədədə vuranda o onun sadəcə nüsxəsini çıxardır və sanki özünü özü ilə toplayır. Yəni belə deyək də 2 dəfə 2-yə vurmaq, yəni sətri sətrlə 2 dəfə toplamaq deməkdir. Bu zaman bizdə alınacaq bu A və bunun qarşısında belə deyək də A ulduz A bu vuranda ki, bir dənə də bundan olur və aralarında heç bir işarə olmur. Çünki biz bilirik ki, sətr-sətrlə toplananda, yəni konkatenasiya prosesi vaxtı araya heç bir əlavə simvol əlavə olunmur. Bundan sonra artıq bizdə 2-yə vurulmuş variant var, yəni bu hissə var. Bunun üzərinə gəlirik bir də tək olan variantı və təbii ki, bizdə yekundan alınacaq 3 dənə bu variantdan bir-birinə bitişik formada və bizim cavablar arasında bu da C variantını əks etdirir. Növbəti proqramın nəticəsini müəyyən eləmək lazımdır. Bizdə yenə də 2 dənə funksiyamız var və əsas proqram kodumuz var. Deməli, əsas proqram kodunda biz yekunda alacağımız S-i çıxışa vermək istəyirik və proqram kodunda S-i öncədən boş sətr kimi qəbul edirik. Yəni anlaşılan ki, artıq bizdə alınan nəticə sətr tipindən olacaq. Çünki biz dövr daxilində də onu başqa tipə çevirməmişik. Və dövrümüz var 1-dən 6-ya qədər qiymətlər i-yə mənimsədəcək. Yəni i dəyişəni dövr daxilində 1-dən 6-ya, yəni olacaq 1, 2, 3, 4 və 5 qiymətlərini alacaq. Uyğun olaraq bu qiymətləri alanda biz dövr daxilində S boş sətrinin üzərinə hər dəfə gələcəyik. M funksiyasını həmən o ilk qiymətdən çağırırıq, M funksiyasını və N funksiyasını çağırırıq. Və hər ikisindən geri qayıdan qiymətləri öncə cəmləyirik, sonra onları sətr tipinə çevirib S boş sətrinin üzərinə əlavə edirik. İndi baxa görə bizdə M və N funksiyaları nə iş görür? Bizdə i ilk olaraq bir qiymətini alır. Və həmən bir qiyməti əvvəlcə M funksiyası çağırılır, ona daxil olur, x-a. Və deyir ki, x 2-yə bölünməsindən qalan qarı 0-a bərabərcə, yəni cütdürsə, biz belə deyək, artıq biz bunu şablon olaraq bilirik ki, hər hansı bir ədədi 2-yə bölünmədən qalan qalığı 0-a bərabərlik yoxlayırıqsa, deməli biz bunun cütlüyünü təşkilini yoxlayırıq. Burada baxırıq, bu cüt deyil, çünki 1-dir. Cüt deyilsə, bu şərt ödənmirsə, else düşürük və else də onun 2 mislini geriyə qaytarır. Yəni, mötərizədə belə deyək, bu hissədə M-i hissəsində geriyə qayıdan qiymət bizdə olur 2. Növbəti, N-i biz bir qiyməti ilə çağırırıq. Çünki bunlar hər ikisi icra olunmalıdır. Və N funksiyasına 1 daxil olur. Bu zaman Y-ə daxil olur o 1. Həmən o 1, 2-yə bölünməsindən qalan qalıq 1-dir. Bəli, bu ödənir. Bu təkliyi yoxlayır, təkdir. O zaman return geriyə qaytarır həmən 1-in özünü. Yəni, bu da olur bizdə 1 və ikisinin cəmi bizdə verir 3. Və həmən 3-ü biz STR-lə çeviririk sətrə, toplayırıq bizim bu S sətrimizdə və S yekunda hələlik bizdə 3-ü ifadə edir. Növbəti, ikinci dəfə biz 2-ni götürürük, eyni prosesi 2 ilə edirik. İndi daha bir addım yox, artıq biz ümumi şəkildə bilirik ki, birinci təkliyə görə, cütlüyə görə qiymət qaytarır, ikinci təkliyə görə qiyməti təyin edir. Və baxırıq 2, birinci M funksiyasında ödəyir şərti, ona görə geriyə 2-nin özünü qaytarır. Yəni, bizdə bura qayıdır. M-dən qayıdır 2. Yəni, biz bunları silək. Deməli, bizdə geriyə qayıdır. Deməli, buradan 2 qayıdır. İkincisində 2 ilə çağırılanda 2 tək deyil. Ona görə 2-nin 2-yə bölünmüş variantı, yəni 1 qayıdır. Yenə bunların cəmi 3 verir və yenə onu sətrə çevirəndə olur bizdə dırnaqda 3 və bunu da yenə gəlirik bu 3-ün üzərinə. Yəni S-in üzərinə deyə bilərik. Və S-də artıq cari qiymət bizdə olur, dırnaq içində 2 dənə 3. Və bu formada biz 3 üçün yoxlayırıq bu dəfə və görürük ki, 3 birinci şərti ödəmir. Ona görə 6 qayıdır geriyə. Buraya yəni qayıdır 6 M-dən. N-dən 3 ödəyir şərti qayıdır 3-ün özü və 3-dən 6-nı toplayırıq 9. Həmən 9-un sətrə çevrilmiş variantını bir də bunun üzərinə gəlirik. Növbəti biz 4-dən çağırırıq. Yəni 3-dən çağırdıq artıq 4-dən.
4 birinci şərti ödəyir, ona görə özü qayıdır geriyə, yəni burada olur 4. Və ikincisində 4 ödəmir deyə 4-ün 2-yə bölünmüşü, yəni 2 qayıdır. Bu da olur 6. 6-nı sətrə çevirib buna əlavə edirik. Olur 3, 3, 9, 6 artıq var bizdə. Bundan sonra bizdə qalır sonuncu 5. Görə 5 ilə vəziyyət necə olur? Baxın, bizdə artıq 3, 3, 9, 6 sətrimiz mövcuddur. 5-də 5 öncə gəlir birinci n funksiyasına. 5 bu şərti ödəmir. Ona görə else düşür və 5-i 2-yə vurub geriyə qaytarır. Yəni 10 qaytarır. Belə deyək, mən buradan yazılsam 10 qaytarır. Yəni n funksiyası bizə 10 qaytarır. İkincisində 5 bu şərti ödəyir. Ona görə 5-in özü qayıdır. Yəni plus 5. Olur 15. Və həmən bu 15 STR funksiyasının köməyi ilə çevrilir sətrə və bu 3, 3, 9, 6-nın üzərinə əlavə olanda olur 1, 5 şəklində. Və bizim doğru cavab variantımız uyğun olaraq 3, 3, 9, 6, 1, 5 variantı olacaq. Növbəti bizdə belə bir proqram kodu var. Deməli, bu proqram kodunda diqqət eləsək, belə bir məqam var ki, fikir versəz, burada nə bu heç bir parametr qəbul eləmir və geriyə də heç bir qiymət qaytarmır. Düzdür, bu nümunə üçün olan bir proqram kodudur, amma reallıqda da proqram kodlarında belə hallar olur. Ki, hansı ki, funksiya heç bir qiymət almasa da, hansı bir proseduru icra edir, yerinə yetirər, da buna prosedurlar da deyirlər. Və geriyə də heç bir qiymət qaytarmır. Bizdə S deyir, belə bir sətr alarsa əgər, yəni baxın, S böyük S hərfi, 2 kiçik S hərfi, sonra RT kiçik R hərfi, N, C və böyük C hərfi. Belə bir sətr daxil edilərsə, o zaman bizim proqramın nəticəsi nə olar? Biz baxırıq burada, fikir versəz, proqramın özündə o S sətrini biz qəbul edirik. Öncə, yəni artıq bizdə bu sətr S dəyişənindədir. Sonra for dövrü ilə i dəyişəni həmən S sətrində bir-bir iterasiya edirik. Yəni S sətrinin bir-bir elementlərini i-yə mənimsədirik. Yəni belə deyək, i öncə olacaq böyük S, sonra kiçik S, sonra yenə kiçik S, sonra böyük R, T və s. Yəni i hər dövrün keçidində bu qiymətləri bir-bir alacaq və aldıqca belə bir şərt yoxdur. Deyir, əgər aldığı o i qiyməti, məsələn böyük S, bərabərdirsə həmən o i-nin, yəni böyük S-in upper metodunun köməyi ilə yuxarı registrə, yəni böyük hərfə çevrilmiş variantına, nə ki böyük S variantında biz görürük ki, bu doğrudur. Doğrudan da böyük S bərabərdir. Böyük S-in zaten upper-dən çevirəndə özü olacaq və bu bərabərlik doğrudur. O zaman out1 funksiyası çağırılır. Out1 funksiyası isə bizə 9-u çap eləyəcək və ondan sonra end biz argumentinin köməkliyi ilə biz bilirik ki, print işini bitirəndən sonra kursor yeni sətrə keçir. Amma biz end argumentinin köməyi ilə onun yeni sətrə keçməsinin qarşısını alırıq və deyirik kursor 9-dan sonra dayansın və növbəti komandanı gözləsin. Çap komandası olacaqsa. Və burada artıq 9-u çap edib gözləyir və geriyə qayıdırıq artıq bundan sonra else baxılmır təbii ki, çünki if ödəndə else-dəki out nəzərə alınmır. Qayıdır i növbəti qiyməti alır, yəni kiçik s qiymətini alır. İndi baxırıq kiçik s-dən bu şərtə. Deyir ki, əgər kiçik s bərabərdirmi böyük s-ə? Çünki upper artıq kiçik s-i böyüyə çevirdi. Və bilirik ki, bu bərabərlik doğru deyil. Çünki biz bilirik ki, Python dili ümumiyyətlə bu məsələlərdə registrə qarşı çox həssasdır. Həm proqram kodunda, həm ümumiyyətlə verilənlərdə böyük hərfdən kiçik hərfləri bir-birindən fərqləndirir. Ona görə bu bərabərliyi doğru hesab olunmur və bu else-də out2-ni çağırır. Out2 nə edir? Bizə 0 sadəcə çap edir və yenə də kursorun aşağı düşməsini əngəlləyir. Yəni artıq bizdə bayaq belə deyək, nəticədə bir 9-umuz var idi. Yəni indi bir 0 da çap elədi və ondan sonra artıq yenə kursor burada gözləyir növbəti çap olunacaq elementi. Və biz artıq burada məntiqi proqramda görmək olur ki, bizim proqramımızın məntiqi ondan ibarətdir ki, böyük hərflər əgər simvol böyükdürsə, yəni yuxarı case'dədirsə, upperdirsə, o zaman out1 funksiyası çağırılacaq, yəni 9 çap eləyəcək. Kiçik registrdirsə, o zaman out2, yəni 0 çap eləyəcək. Və biz bu sətrə uyğun olaraq 9-ları, 0-ları artıq biz proqramı bir-bir sona qədər iterasiya eləmədən də görə bilirik. Məsələn, birinci hərf S, o deməli 9, ondan sonra 2 dənə balaca S
2 dənə 0 deməkdir. Sonra RT2 böyük hərf yenə 2, 9 deməkdir. Aha. Sonra balaca R 0 deməkdir. M yenə 9 deməkdir. Balaca G hərfi yenə 0 deməkdir və böyük G bir də 9 deməkdir. Yəni, çox zaman həqiqətən proqramlarda müəyyən alqoritmi tutmaq, yəni hiss etmək artıq növbəti gedişləri, addımları sadələşdirməyə imkan verir. Və buna görə də bizim doğru cavabımız olacaq A variantı. Deməli, bizdə növbəti belə bir proqram kodumuz var. Proqramın nəticəsini müəyyən etmək lazımdır. S sətri əsas proqrama baxırıq. S sətri informatika sözü mənimsədilib. Ondan sonra dövr qurulur və dövr informatika sözünün uzunluğunu ifadə edən ədədə qədər sıfırdan başlayaraq bizə qiymətlər qaytaracaq. Yəni, artıq bizə məlumdur ki, biz həmən o i-dən dövr daxilində informatika ardıcıllığının, yəni sətrin elementlərinə, indeksinə müraciət eləmək üçün istifadə edəcəyik. Çünki bu, belə bir proqramlaşdırmada sətr siyahılarla işləmək üçün şablondur. Yəni, biz sətrə siyahıya element olaraq dövrü, yəni iterativ müraciət eləmək istəyirsə, bu iki variantımız var. Ya birbaşa həmin sətri siyahını ardıcıllıq kimi göstəririk indən sonra və yaxud da ki, əgər biz onun indeksi bizə lazımdırsa, emal prosesində, o zaman biz range-lə indeksləri sanki imitasiya edirik, yəni daha doğrusu o indekslərin qiymətlərini əldə edirik və sonra o qiymətlərlə elementə bu formada, yəni kvadrat mötərizə daxilində müraciət edirik. Burada proqram nisbətən mürəkkəb görünə bilər. Ancaq proqramı ümumiyyətlə məntiqlə, belə deyək də, elementləri üzrə baxanda sadələşdirmək mümkündür. Yəni biz baxırıq ki, bizdə burada print çap eləmək istəyir nəyi? S sətrinin kvadrat mötərizədə hansısa bir indeksində olan simvolunu çap eləmək istəyir. Yəni, proqram bizdə print dövrün hər iterasiyasında sadəcə olaraq S-in hansısa indeksli simvolunu çap eləmək istəyir. Burada artıq məsələ nisbətən bəsitləşdi. Bəs bu indeksi biz necə əldə edə bilərik? İndeksi əldə etmək üçün biz çağırmalıyıq X funksiyasını. Yəni, X funksiyası bizə qaytaracaq hər hansı bir indeks, hansı ki, o indeksli elementi biz S sətrindən ekrana çıxardacağıq. İndi funksiya çağırılanda biz ona nə ötürürük? Fikir versəz, biz funksiya iki qiymət alır, bizdə A və B. A bizdə S sətrinin özüdür, yəni dolayısıyla desək biz A alacaq informatikanın özünü, bu informatika sətrinin özünü, SI isə, daha doğrusu ikinci B isə bizdə alacaq cari indeksin göstərdiyi simvol. Yəni, cari indeksdə bizdə olduğundan 0, yəni informatikanın i hərfini alacaq. Və bu üsulla biz funksiyanın daxil oluruq və funksiyada bizdə t dəyişəninin qiymətini find metodu ilə tapırıq, daha doğrusu proqram tapır. Onu da necə edir? A sətrində, yəni informatika sətrində B, yəni birinci bizdə SI simvolu hansı idi? I hərfi. I hərfi informatika sətrində neçənci mövqedə gəlir və bizdə burada t-nin qiyməti təbii ki 0 olacaq. 0. Çünki biz bilirik ki, i hərfi informatika sətrində ilk öncə gəlir və 0 indeksinə. O zaman bu belə bir şərt yoxlayacaq. Həmən indeks, aldığı t indeksi 3-ə bölünəndirmi? Yəni 3-ə bölünəndən qalan qalıq daha doğrusu 0-a bərabərdirmi? Və bizdə 0 halında bilirik ki, bu şərt ödənir. Ona görə return 0 qaytaracaq. Və bizdə bayaqdan dediyimiz bu S-in qarşısındakı bu indeks olacaq 0. Yəni ilk olaraq bizim proqramımız birinci keçiddə ekrana çıxardacaq S0 simvolunu, o da bizdə i-dir. Növbəti i bir qiymətini alanda yenə də bura A-ya gələcək informatika sətri artıq bu dəfə S1-lə, yəni N hərfi ilə. N hərfini find tapacaq, onun indeksi 1-dir. 1 3-ə bölünəndə qalıq 0-a bərabərdir. Ona görə yenə bizdə else düşəcək 0 qaytaracaq. Yəni dolayısıyla burada yenə S0 çap olunacaq. Yəni N-nın da yerində i çap olunacaq. Sonra gəlir bizdə F hərfi. F da eyni vəziyyətdir. Çünki F-nın indeksi find tapacaq 2. 2 də 3-ə bölünəndə qalıq 0-a bərabər deyil. Ona görə yenə else düşəcək, return 0 qaytaracaq. Yəni ona görə F-nın da əvəzinə bizə i çap edəcək. Və nəhayət biz gəldik O hərfinə çatanda O hərfinin indeksi 3-dür və bu find bizə 3-ü tapacaq. Çünki ilk gələni tapır. Və həmən o 3-ün də 3-ə bölünməsinə qalan qalaq 0-dır deyə o 3-ü bizə geriyə qaytaracaq. Və bu zaman artıq bizdə S3 çap olunacaq. S3 də elə bizdə həmən onun özüdür.
Yəni o. Və bu qaydada biz davam eləsək, onda o zaman bizdə doğru cavab yəni alınacaq. Bir dənə burada bir məqama diqqət eləmək lazımdır. Sonda bizdə olan A hərfi əslində biz məntiqdən baxırıq ki, proqramın yenə də alqoritmi təyin eləmək olur ki, alqoritmə görə ancaq 3-ə bölünən 0 və 3-ə bölünən indekslərdə dayanan, yəni qiyməti 3-ə bölünən indekslərdə dayanan hərflər olduğu kimi özü çap olunur. Yerdə qalanlar isə i hərfi ilə əvəzlənir. Bəs nəyə görə A burada belə olmadı? Çünki A da bizdə dayanır hansı mövqedə? 3, 4, 6, 9, 10-cu mövqedə dayanır. Və burada bizdə 10-cu mövqedə A dayanır, find bizdə onu qaytarmır. Çünki bizdə find qaytarır 6-nı. Çünki bizdə 6-nı qaytarır. Çünki bizdə ilk findin tapdığı qiymət 10 yox 6 olur. Biz bilirik ki, find necə eləyir? Sətirdə həmən simvolu axtarır və ilk olaraq tapdığının indeksini qaytarır. Və bizdə baxmayaraq ki, 10-cu bir simvolu göndərdik həmən funksiyanı çağıranda. Bu isə A hərfi daha əvvəl, yəni 6-cı mövqedə rast gəldiyin üçün 6-nı qaytaracaq və yenə də ora A hərfini çap edəcək. Çünki yenə dediyim kimi, əslində A-nı çap eləməməli, onun əvəzinə i çap eləməli idi. Çünki 10-dur, onun indeksi 10-da 3-ə bölünmür. Amma o find bizdə 10 tapmayacaq. Find bizdə 6 tapacaq. Niyə? Çünki bu A ilk olaraq 6-cı mövqedə rast gəlir. Və 6 da 3-ə bölünəndir. Yəni bu şərti ödəyir. Ona görə geriyə 6-nı qaytarır və 6-da da bizdə A dayanır. Yəni doğru cavab bizdə olacaq A bəndi. Növbəti proqramın nəticəsini müəyyən etmək lazımdır. Belə bir proqramımız var. Bizə x dəyişəninə belə bir qiymət verilib. 120, sonra 401. Əslində o ədəddir. Yəni 12.300.001 belə deyək. Və bu ədədin biz altda yeni qiymət onun üçün təyin edirik. Və yeni qiyməti təyin edəndə o ədədi faktik parametr olaraq T funksiyasına göndəririk. T funksiyasını çağırırıq və onun üzərinə həmin ədədin özünü gəlirik. Yəni belə deyək də, T funksiyasından qayıdacaq qiymət hər nə olacaqsa, onun üzərinə biz bir də gələcəyik 123 000 və 1 ədədi olaraq. Görə T funksiyası bunun üzərində hansı əməliyyatı aparacaq? T funksiyasına biz göndərdik bu ədədi, bu gəldi, bura A dəyişəninə mənimsədildi, yəni yenidən təyin olundu. A-nı biz əvvəlcə sətrə, sonra listə çeviririk. Yəni yekunda bizdə alınacaq, bax bu sətir, yəni 12, 30, 00, 01 sətri alınacaq və o da çevriləcək siyahıya. Yəni siyahının daxilində bizdə bütün bu elementlər bir-bir siyahı daxilində yerləşəcək. Sətir tipində. Ondan sonra dövr qururuq. Deyir, nə qədər ki, bu A siyahısını, yəni yeni alınan bu A siyahısının hansı ki daxilində 1, 2, 3, 0, 0, 0, 0 və 1 simvolları sətri olaraq mövcuddur. Nə qədər ki bu siyahının daxilində 0 simvolu var, o zaman dövrə daxil olur, çünki ödənir şərt. Və dövrə daxil olan zaman o siyahıdan deyirik, həmən 0 simvolunu sil. Və remove metodunun iş prinsipinə görə bilirik ki, o yalnız ilk qarşısına çıxanı silir. Yəni bu dövr birinci dəfə ödəndi şərt daxil olacaq və bu 0 silinəcək. Növbəti dəfə qalib yoxlayır, bəli, yenə 0 qalıb. Bu 0 silinəcək. Üçüncü dəfə bu 0, dördüncü dəfə. Yəni ta bütün 0'ları silinənə qədər bu dövr davam edəcək. Və son dəfə, daha doğrusu burada yox, mən burada göstərdim ki, çünki burada əslində bu siyahın içində siləcək o elementləri, yəqin ki, aydındır. Və nəticədə bizdə qalacaq həmən bu ədəd, bu ədədin özü, x-da. Bununla biz toplayacaq nəyi? Sıfırsız olan variantı. Və fikir verin, return-də o sıfırsız olan variantını biz siyahıdan əvvəlcə join-la çeviririk sətrə. Bax, bu alınır bizdə. 1, 2, 3, 1. Çünki bax, sıfırlar ortadan getdi, qaldı. 1, 2, 3, 1. Və sonra da int funksiyasının köməliyi ilə onu da çeviririk ədədə. Yəni bizdə olur bu 12.300.001. Onun üzərinə gəlirik biz. TX-in qiyməti, o da bizdə eləyir 1231. Və bunları biz toplayanda alırıq, deməli, cavab olaraq 12.301.232 ədədini. Növbəti belə bir proqramımız var. Deyir, girişə mənfi 2 və 5 daxil edilərsə, proqramın nəticəsini müəyyən eləyin. Baxırıq, əsas proqramda görürük ki, biz A və B dəyişənlərinə
uyğun olaraq -2 və 5-i mənimsədirik. Yəni burada -2 gəlir, burada da 5 gəlir. Ondan sonra biz ekrana çapa veririk nəyi? Dever funksiyasını çağırırıq və onlara faktiki parametr olaraq A-nın, B-nin qiymətlərini göndəririk. -2 ilə 5-i və keçirik funksiyamıza. Funksiyamızda yenə də AB dedik, bu artıq lokal parametrdir, lokal cəmiyyətləri də qəbul edir -2-ni və 5-i. Və görək bunun üzərində hansı əməliyyatı yerinə yetirir. S0-a bərabərdir. For in range A-dan B plus 1-ə qədər. Yəni A-nın qiymətindən B plus 1. A bizdə -2-dir. -2-dən B bizdə 5-dir 6-ya qədər. Təbii ki, 6-nın özünü almayacaq. Son aldığı qiymət 5 olacaq. 1-1 i bu aralıqdan qiymətlər alır və onları S-də cəmləyir. Yəni onların cəmini tapır deyə bilərik. Görək hansı qiymətlərdir. -2, -1, 0, 1, 2, 3, 4 və 5. Və biz burada görürük ki, toplayanda bu hissələr onsuz da ixtisar olunur, sıfırlar gedir və bizdə qalır faktiki olaraq 3 plus 4 plus 5. Bu da bizdə cavab verəcək, təbii ki, 12. Yəni proqram yalnız verilmiş aralıqda olan qiymətlərin tam ədədlərini, daha doğrusu cəmini hesablayır. Belə bir proqramımız var. Bu proqramın nəticəsini müəyyən etmək lazımdır. Yenə bir Z dəyişənimiz var, sıfıra bərabər götürmüşük. Sonra for dövrü ilə i dəyişəni üçün belə bir siyahıdan, yəni ardıcıllıqdan qiymətlər təyin edirik. Yəni for dövründə i öncə 3, sonra 5, sonra 2, sonra 4, sonra 1 qiymətlərini alacaq və hər qiyməti alanda da dövr daxilində bu prosesi yerinə yetirəcək. Bu proses də nədir? Z-də cəm yığılacaq, yəni biz cəmləyəcəyik nələri? Cəm funksiyasından qayıdan qiymətləri. Uyğun olaraq cəm funksiyasını birinci biz çağıracağıq 3-lə. Görək bu 3-lə neyinir? Cəm gəlir bura k-ya 3 və dövr qurulur 1-dən 4, yəni aldığı real qiymətlər olur 1, 2, 3 və bir-bir bunların cəmini, daha doğrusu bunların hamısını bir yerdə cəmləyir. Bu yazılış əslində bu deməkdir, S plus I. Yəni biz görürük ki, S dəyişənində bu dövrün qaytardığı bütün qiymətləri cəmləyir. Yəni alqoritmik formada desək, məsələn 3 göndərəndə 3-ə qədər olan bütün tam ədədləri cəmləyir. Məsələn 5 göndərəndə dövr necə olacaq? 1-dən 6, yəni real alacaq 1, 2, 3, 4, 5. Yəni 1-dən 5-ə qədər 5-də daxil olan bütün ədədləri cəmləyəcək. Bax, bu komandanın köməkliyi ilə. Və nəticədə biz müxtəlif iterasiyalarda nələr qaytaracaq funksiyaya bizə? Birinci iterasiyada, yəni 3 olanda 6 qaytaracaq. İkinci iterasiyada 5 göndərəndə biz funksiyada 15 qaytaracaq. Üçüncü 2 göndərəndə 3 qaytaracaq. Çünki 1 plus 2, 3 edir. 4 göndərəndə bizdə deməli 10 qaytaracaq. Və 1 göndərəndə də elə 1 qaytaracaq. Biri özü-özündən toplamalıdır, təkdir. Və nəticədə bizim proqramımız bunların hamısını bir-birindən cəmləyəcək və alınacaq bizdə 35 qiyməti. Növbəti belə bizim bir proqramımız var. Bu proqramda deyir, proqramın nəticəsini müəyyən etmək lazımdır. Burada bizdə MN2 siyahı verilib və biz Z-ə mənimsədirik B funksiyasından geri qayıdan bir qiyməti. B funksiyasına bu iki siyahını ötürürük. Təbii ki, M gəlib olacaq X-da və N gəlib olacaq Y-də. Və bizdə burada bir C siyahısı düzəltmişik və biz nə edirik? Deyirik ki, biz görürük ki, M ilə M-in siyahlarının uzunluğu bir-birinə bərabərdir. Ona görə biz dövrü bu siyahının birinin uzunluğuna görə quranda avtomatik o indeksdən hər iki siyahıya müraciət edə bilirik. Çünki hər ikisinin indekslərinin sayı eynidir. Yəni indekslər eyni ədəddən başlayıb eyni ədəddə bitir. Və götürürük C siyahısına öncə X-in, yəni M-in ilk elementini, sonra həmən Y-in ilk elementini əlavə edirik. Ondan sonra növbəti iterasiyada artıq indeks dəyişir 1 olanda X-in 1, yəni M-in birinci elementini, sonra Y-in birinci, sonra X-in ikinci, Y-in və növbə ilə belə deyək, biz alırıq belə bir formada yeni siyahı. Yəni burada nə deməkdir? Öncə 1 M siyahısından, sonra 3 N siyahısından. Baxın, müəllimlər. Sonra 7 birinci siyahıdan, sonra 5 ikinci siyahıdan. Sonra 8 birinci siyahıdan və sonra 9 ikinci siyahıdan. Bax, bu iki append funksiyası bunu bizə təmin edir dövr daxilində. Sonra artıq dövrünüz bitəndən sonra biz bunları join ilə bitişdiririk bir-birinə. Artıq bizdə vahid bir sətr alınır. Yəni 1, 3, 7, 5, 8, 9 və bunları int eləyirik. Int. Int nə deməkdir? Yəni artıq bitişmiş bu sətri çeviririk ədədə. Yəni bizdə belə bir şey alınır. 1, 3, 7, 5,
8 və 9. Belə bir sətr alınır. Və bundan sonra geriyə qaytarırıq, bunu mənimsədirik Z-ə. Artıq Z-in qiyməti bizdə nədir? Bax, bu ədəddir. Yəni 137.589 ədədidir. Ondan sonra bizim belə bir şərtimiz var, balaca bir şərtimiz. Deyir ki, Z 2-yə bölünəndə 0-a bərabərdirsə, qalır. O deməli Z cütdürsə və biz də görürük bu cüt ədəd deyil. Ona görə bu icra olunmur. Keçir else. Else də yalnız nə edir? Bizdə həmən Z-i ekrana çıxardır. Yəni 137.589-u bizdə ekrana çıxardır və bizim doğru cavabımız C variantı olur. Növbəti belə bir proqram, girişə belə bir sətr daxil olunur. Yəni rəqəmlərdən ibarət olan belə bir verilən daxil olunur və proqramın nəticəsini müəyyən eləmək lazımdır. Həmin o verilən gəlir bizdə D-yə, təbii ki, və sətr tipindədir gördüyünüz kimi. Ondan sonra mən change funksiyası bizdə var. Change funksiyası 3 dənə qiymət alır. Birinci D-ni biz göndəririk ona. Yəni S-də alır D-ni, yəni sətrin özünü. Sətrin özünü. İkincisi D0. Nə deməkdir D0? Yəni sətrin ilk elementini, 2-ni və sonra da len D-1. Yəni biz bilirik ki, len D-1 bizdə uzunluğundan bir vahid az olan ədəd istənilən ardıcıllığının sonuncu elementinin indeksini ifadə edir. Yəni dolayısıyla bu sonuncu element deməkdir. Yəni A-ya gəlir bizdə deməli 2 və B-yə də gəlir bizdə nə? Sonuncu, yəni 6. Yəni baxır görür bizdə funksiya daxilində hansı proses icra olunur. Biz deyirik ki, S sətrində, yəni bax bu tam sətirdə 2, 3, 44, 28, 26 sətrində A-nı B ilə əvəzlə və bütün sətirdə əvəzlə. A bizdə nədir? Dedik ki, ilk element, çünki biz ilk elementi A-ya göndərdik, yəni 2-dir. Son element nədir? 6-dır, yəni 6 ilə əvəzlə. Yəni bizdə bu S sətrində 2-ni 6 ilə əvəzlə. Və biz bilirik ki, replace metodunun iş prinsipinə görə təkcə birinci 2-ni deyil, o bütün 2-ləri əvəzləyəcək və nəticədə bizdə alınacaq 2-lərin əvəzində 6 olan variant. Yəni 6, 3, 4, 4, 6, 8 və 6, 6. Belə bir variant alınacaq. Bu da bizim B variantımızdır. Və çox güman ki, son bizim proqramımızdır. Yəni burada belə bir proqramda onun nəticəsini müəyyən eləmək lazımdır. Proqramın əsas deməli gövdəsində, yəni əsas hissəsində bir dövrümüz var. Dövr x dəyişəninə mənimsədir. Deməli 1-dən 30-a qədər 7 addımlı olan qiymətləri, yəni ilk iterasiyada x alacaq 1, sonra 8, 15, 22 və 29 qiymətlərini. Sonra biz k-ya mənimsədirik. Ekran funksiyasını çağırır, oradan alınan nəticəni. Ekran funksiyası bizdə nə edir? Heç bir parametr qəbul eləmir, fikir verirsinizsə. O nə edir? Sadəcə x-in cari qiymətini, hansı ki bu ədədlərdən biridir, onu 5-ə hasilini hesablayır və geriyə qaytarır o qiyməti. Yəni dolayısıyla bu n-lə biz sadəcə onun arxasınca vergül qoymağı tələb edirik print komandasından ki, yeni sətrə kursor keçməsin. Burada necə bir vəziyyət alınır? Gördüyümüz kimi bizdə burada parametr qəbul eləmir funksiya, ancaq hesablama x üzərində aparır. Biz demişdik ki, əgər eyni adlı dəyişən təkrar funksiyada təyin olunmazsa, o zaman o qlobal dəyişən kimi bütün funksiyaların daxilində görünür və onlardan istifadə eləmək olur. Yəni burada x-in ilk iterasiyada, yəni ekran ilk dəfə çağırılanda qiyməti 1-dir. Ona görə burada 1 kimi qəbul edir onu və 1-i 5-ə vurur, alır, ilk geriyə qaytardığı k-nın qiyməti olacaq 5. Ondan sonra 8-dir, 8-dən çağırır, ondan sonra 40 qaytaracaq, ondan sonra 15-dir, 15-i 5-ə vuranda 75 qaytaracaq, ondan sonra 22-dir, onu 5-ə vuracaq, o 110 və sonda 29-u 145. Burada bir məqama diqqət eləmək lazımdır. Hər bir çapdan sonra kursor yeni sətrə düşmək əvəzinə end arqumenti ilə yenidən təyin olunur ki, vergül işarəsi yerləşdirsin nəticənin sonuna və ona görə sonda da vergülün olmağı vacibdir. Və bizim doğru cavabımız olacaq B variantı. Belə mənlər, hər birinizə vaxt ayırıb qoşulduğunuz üçün, yəni dinlədiyiniz üçün təşəkkür edirəm. Bununla da yekunlaşdı bizim deməli bu funksiya ilə bağlı webinarımız.
Hər birinizə qarşına gələn sertifikasiya imtahanında uğurlar arzulayıram və ümumiyyətlə işlərinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm, sağ olun.